İçərişəhər, ümumiyyətlə Bakı şəhəri mənim həyatımda çox önəmli yer tutur. Çox xatirələr bağlıdır İçərişəhərlə. Və mənim rəssam kimi formalaşmamda, o müşahidə etməyim, yəni əvvəl biz anamla gəzinti zamanı müşahidə edirdik. Əzimzadə adına məktəbdə oxuyanda, sonra universitetdə oxuyanda biz praktikaya doğru yönəldirdilər və artıq başqa formada mən yanaşırdım, yəni onu çalışırdım, əks etdirim. İndi böyüyəndən sonra artıq ailə qurandan sonra öz evladlarımla, sonra tələbələrimlə də biz müşahidə edirik, baxırıq. Hər bir yaşda sən müxtəlifcə yanaşırsan. Artıq indiki zamanda mənim üçün İçərişəhər, Bakı artıq bu uşaqlıq xatirələri, gənclik xatirələri daha da zənginləşir bunlar hamısı. Və əlbəttə ki, o bilik, o müşahidələr, bunları hamısını çalışıram evladlarıma, gənclərə, tələbələrimə köçürdüm. O xüsusiyyəti də, o gözəlliyi, xüsusi bir gözəlliyi var İçərişəhərdə. Yaradıcılığımda müxtəlif janrlara müraciət edirəm, müxtəlif texnikalara. İndi də müxtəlif texnikaların dərindən çalışıram, öyrənim, daha maraqlanım. Burada o texnoloji üsullar var, yəni bu baxımdan yanaşıram, yəni onları öyrənirəm. Yəni ki, bizdə çox gözəl məktəb var, onun çox böyük dərinlikləri var və çox istərdim ki, bu sənət bizdə inkişaf etsin. Yəni o marağı gənclərdə oyatmaq və bu sahəyə yönəltmək. Çünki çox böyük məktəbimiz var və bunu qoruyub saxlamaq, bunu davam etmək çox önəmlidir.
Daha çox təbiətdən ilham alıram mən. Yəni o daim müşahidə edirəm. Həmişə heyran oluram rəng çalarlarına, formalara. Mən elə gəldi ki, mən məsələn hər bir dövrdə olur deyirsən ki, bu artıq bilirsən bunu. Amma ki müşahidə edirsən, yox görürsən ki, burada daha çox dərinliklər var, daha çox belə hansısa gözəlliklər var, hansı ki fikir verməmisən. Yəni ki, təbiətdən həmişə qüvvə almışam, zövq almışam. Bir də məni sevən insanlardan. Yəni, məni həmişə ruhlandırıb, mənim anam istiqamətləndirib. İndi evladlarımla və çox şadam ki, onlar bu sənəti yaşadılar. Yəni ki, özləri də yaradıcılıqla məşğul olurlar və bu mənə çox böyük zövq verir. Gənc vaxtı mən onları sadəcə at kimi də, yəni o gözəl bir canlı kimi, onun təbiətinci gözəl görünür, bax o cür çəkirdim. Amma sonra artıq mən o atı, onun duruşu, yəni onun qaçışı, yəni bağlayırdım hansısa hisslərlə. Çox şən olursan, yəni ki, belə qəlbin doludur, sevinclə də. Təbii ki, sən nədəsə bunu biruzə verirsən də. Yaradıcıdır insan həmçinin də. O dəqiqə nəyəsə çalışırsan ki, məsəl üçün mən rənglərlə işləyirəm o anda. Sən nə qədər səmimi olursansa, kətanla mı, kağızla mı, bir o qədər də səni başa düşən çox olur. Dəfələrlə mən məsəl üçün qeyd edirəm ki, müşahidə eləməyi, tələbələrə də deyirəm ki, həmişə müşahidə edin, bu gözəl bir məktəbdir də, təbiəti müşahidə eləməyi, çox şey öyrənirsən. Və sonra belə öz işlərimə baxanda görürəm ki, daha çox baharı təsvir etməyi xoşlayıram. Daha çox atları sevirəm işləməyi. Yəni çox, əlbəttə atlar mənim üçün bizdə vardı, xalqda, nağıllarda da çox var. Muradla da, arzu ilə bağlı. Yəni həmişə simvolik olub da, yəni ki, yeri olub, çox böyük yeri olub. Və məndə də bu sevgi var, uşaqlıqdan həmişə bu mövzuya müraciət etmişəm. Karikatur janrında mən daim işləyirdim və 1980-cı ildə mən cəlb olundum Kirpi jurnalına. Onlarla əməkdaşlıq eləməyə başladım. Və ilk ali savadlı peşəkar qadın karikaturaçı hesab olundum. O vaxtı bütün Qafqaziya üzrə gəlmişdilər işləri seçməyə, böyük bir komissiya. Və bu komissiya Qafqaziya üzrə ancaq mənim işimi seçmişdi və çap eləmişdi Kırkadil jurnalında. Ən nüfuzlu jurnal idi o vaxtı.
Karikaturada əsasən mən sosial problemlər haqqında, sonra adi insan ünsiyyəti arasında olan o neqativ hallar haqqında belə, yəni götürürəm. Məsələn, ekologiya mövzusu məndə çox genişdir. Yəni məni çox toxunur, yəni ekologiyada baş verən o hadisələr və son zamanlarda mənə daha çox bu mövzuda işləyirəm. Və məndə aslı olaraq hansı mövzuda işləyirəm, təbii ki, üslub da dəyişir. Orada məsələn daha ciddi qrafik üslublardan istifadə edirəm. Məhz ciddi mövzu bu ekologiya, məndə məhz bu üsluba müraciət edirəm. Ümumiyyətlə mənim bütün işlərim elədir. Yəni məsələn üslubu məhz bu texnologiyanı, texnikanı işləyirəm. Mütləq o vəhdət formada olmalıdır ki, yəni onu daha yaxşı çatdıra bilim tamaşaçıya. Uşaqlar üçün çəkməyi çox xoşlayıram. Yəni mən ondan zövq alıram, heç vaxt yorulmuram. Uşaq ədəbiyyatıdır və yaxud məndə sərbəst kompozisiyalar da var. Yəni özüm dayandırıram özümü, çünki bilirəm ki, vaxt məhdudiyyəti olur. Ya belə ardını geçsəm, əksinə çox bu uşaq ədəbiyyatına da aid olan illüstrasiyalar çox yüklənməməlidir. Yəni o xırdalıqlardan, yəni orada dayanmağı da bacarmaq lazımdır. Amma çox böyük zövq alıram mən uşaq ədəbiyyatından və ümumiyyətlə uşaqlar üçün çəkdiyim illüstrasiyalardır və sərbəst lövhələrdir, böyük zövq alıram. Uşaqlıqdan həm respublika, həm beynəlxalq sərgilərdə iştirak etmişəm. Gəncliyimdə də tələbə vaxtı və sonra peşəkar kimi mən gəncləri xaslaşdırmışam, sərgilər təşkil eləmişəm. Müxtəlif yönəmdə, istiqamətdə, həm müasir incəsənətə, həm karikatura janrında, miniatür, yəni müxtəlif boyakarlığa və qrafikaya aid. İndi isə inşallah mənim öz fərdi sərgim olmalıdır. Sentyabrın ayın əvvəlində və hal-hazırda bunun üzərində iş yaparam. Və çox istərdim ki, mənim bu sərgim zövq versin tamaşaçılara. İstərdim ki, miniatür sənəti bizdə inkişaf etsin, yəni daha gözəl. Bu miniatür sənətinin tarixi haqqında, onun kompozisiya quruluşu haqqında işlər var. Yəni mütəxəssislər yazır. Mən indi hal-hazırda onun texnikası, üslubları üzərində işləyirəm. Gələcəkdə metodik göstəriş və yaxud dərslik etməyi fikrindəyəm. İndi hal-hazırda bax o texnologiyası üzərində işləyirəm onun. Çox istərdim ki, Azərbaycanda miniatür məktəbi bərpa olsun, inkişaf etsin. Gənclər bu yönəmdə, bu istiqamətdə yaxşı təhsil alsın və bu gözəl məktəbi davam eləsin.